Həftəlik bürcülər Oğlaq, Boğa, Qız bürcülərinin nələr gözləyir? 30 iyundan 7 iyula doğru. Birinci baxırıq Oğlaqlardan başlayırıq. Oğlaqlar bu həftə sizin nələr gözləyir? Üzr istəyirəm. Oğlaqlar bu həftə texnika, texnologiya və yaxud da kompüterlə çox işləyən insanlar, yazı sənədlə bağlı İşləyən insanlar çox ciddi fikir verin. Çünki bu həftə ciddi bir səhvlər buraxa bilərsiniz. İşinizlə əlaqədar nəzarətsizlik, işinizlə əlaqədar məsuliyyətsiz bir nüanslara görə söz-söhbət, məsuliyyətsiz bir nüanslara görə yarımçıq qaldığınız bəzi nüanslar olacaq. Və qadın oğlaqlara gələndə, qadın oğlaqlar belə necə başa salam sizi, özüm dondum qaldım. Övladınızla, hamiləliyinizlə, jens orqanla əlaqədar problemləriniz, narahatçılıqlarınız arta bilər. Bunları həkimlə əlaqədar qabaqcadan yönləndirin. Bu həftə oğlaqlar belə deyəndə elə bilin ki, negativ bir topun içərisində olacaqsınız. Qırağın təsiri, qırağın müdaxiləsi, insanları sizə doğru yarımçıq formada aktivləşməsi sizi boşluqda saxlaya bilər və bəzi danışıqlar, səslər var ki, oğlaqlar sizi qıcıqlandıra bilər. Bu həftə oğlaqlar Bu həftə oğlaqlar özünüzü tərbiyələndirəcəksiniz, özünüzü gücləndirəcəksiniz. Yeni bir etap, yeni bir başlanğıc, hər şeyi sıfırlayıb təzədən aktivləşmiş bir vəziyyətə keçəcəksiniz. Və bəzi oğlaqlarda bu həftə belə deyim də görmələr, instinktlərin aktivləşməsi, belə deyim də 6-cı hissiyatın güclənməsi baş verə bilər. Bunlara fikir verməz. Bir dənə işlə, pulla bağlı gözləmədiyiniz problem, gözləmədiyiniz narahatçılıq ola bilər. Bunun da qabağını alsaz, ümumi dəyərləndirsək 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Buğalara gələndə isə buğalar gözəl həftədir. Amma bu həftə varlıq içində yoxluqdur. Başa düşürsünüz. Bu bilirsiniz nə deməkdir? Yəni bu həftə zaman çərçivəsinə doğru belə deyim də insanların ətrafınızda çox olacaqlar, toplu yığışacaqlar, amma sizi qane eləməyəcək, qırağa çəkiləcək, heç kəsi istəmirəm, hər kəs hər şeyi şişirdir, hər kəs hər şeyə qarşı müdaxilə etmək istəyir, mən qısıtlamaq istəyirlər, yüklərimi artırmaq istəyirlər. Bu həftə özünüz elə bir beyninizin içərisində buğalar serial çəkəcək, amma həyat çox gözəldir. Yəni gördüklərinizi aktivləşdirə bilirsiniz, yüklərinizin, problemlərinizin öhdəsindən çox güclü şəkildə gələ bilərsiniz. Bu həftə enerjiniz o qədər yüksək səviyyədə olacaq. İnsanlar sizdən işıq kimi istifadə edəcək. Sizin enerjilərinizdən aktivləşəcəklər, amma özünüz öz qəfəsinizdən çıxa bilsəz, özünüzü gücləndirə bilsəz, keçmişdən gələcəyə doğru. Gözəl həftədir. Beyin və düşüncələrinizi də stabilləşdirə bilsəz, belə deyim də məntiqinizi, danışığınızı düzəldə bilsəz, həftənizi 86%-ə qədər uğurlu edə bilərsiniz. Mən narahat etmədi. Bu həftə hədiyyələr də verə bilərsiniz. İnsanlar sizdən istifadə edə bilər, mənəvi olaraq dəstək ala bilərlər, psixoloji olaraq. Sadəcə olaraq özünüzdə, beyninizdə hər nədirsə elədim. Nəsə bunun arxasında axtarmağa, qurcalamağa, bu danışırsa bu dəqiq deyil, belə deyil. Eləmin, özünüzü problemə salacaqsınız. Qız bürcülərinə gələndə isə qız bürcülər görünən, görünməyən, aktivəm, qeyri-aktivəm, qəribə bir vəziyyətdə olacaqsınız qız bürcüləri bu həftə. Giriş-çıxış bəlli deyil. Hardan gəlirsiniz, necə danışırsınız? Bu həftə qeyri-stabilsiniz, elə bir burulğanın içərisindəsiniz. Amma bu həftə təqdirə layiq bir vəziyyət olacaq qız bürcüləri. Yəni elə bir hərəkət edəcəksiniz, insanların gözündə yuxarıya qalxacaqsınız. Əl çatmaz, güclü, ağıllı bir qadın kimi sizi göstərəcəklər. Amma qız bürcüləri ehtiyatlı olun. Ayrılıq, soyuqluq, parçalanma, boşanma kimi bəzi qərarlar verə bilərsiniz. Ən çox da qız bürcüləri yuxularınıza bu həftə fikir verirsiniz. Yuxularınızda sizə məlumat gəlir. Yuxularınızda verilən məlumatlar nəticəsində siz çox qabağa gedə bilərsiniz və insanlar belə deyim də sizə, wow, bu necə möhtəşəm bir insan kimi baxa bilərlər. Uğurlu bir həftədir, pis həftə deyil. Sadəcə olaraq belə deyim də sizin dəngəsizliyiniz, belə olmağınız insanları çaşdıracaq, get-gəldə saxlayacaq, qərarsızlıqda saxlayacaq ki, boşluqdan çıxa bilməyəcəklər və özlərini sizlə əlaqədar necə aparacaqlarını, necə gücləndirəcəklərini bilmədikləri üçün zaman çərçivəsinə doğru yarımçıqlıqda eləyəcəklər. Amma buna baxmayaraq sizin həftəniz çox gözəl olacaq. Çünki həftənin sonlarına doğru elə bir gözəl şans gələcək ki, bu şansdan istifadə etsəz düz ayın 17-sinə qədər ən uğurlu bürcülərdən biri siz ola bilərsiniz, qız bürcüləri.